Şahbazov Şahin Əlifsənoğlu, Astara rayon sakini. Artıq 30 ildir ki, biz əkinçiliklə məşğuluq. Kənd təsərrüfat məhsullarını əkib, ölkə bazarlarına çıxarırıq. Kənd təsərrüfatı ilə məşğul olmağımıza səbəb 90-cı illərdə çətin bir dövr idi. O vaxt müharibə şəraiti idi. Biz də dövlətin bizə ayırdığı pay torpaqlarından istifadə edib, əkinçiliklə məşğul olduq. Əvvəlki illərdə əlbəttə ki, çətinliklərimiz olurdu. Biraz təcrübəsizliyi var idi. Texnika cəhətdən çətinliklər çəkirdik, çətinliklər yaşayırdık. 2003-cü il yay aylarında pomidor yığımı ilə məşğul idik. Həmən ərəfədə Qafqaz Konserva Zavoduna bizə nümayəndələr gəldi. Onlar əkinçilərlə görüş keçirdilər, bizlə də görüş keçirdilər. Bizim məhsulumuz düzdür, yığırdıq, amma əlimizdə qalırdı, sata bilmirdik. Həmən ərəfədən başladıq Qafqaz Konserva Zavodu ilə işləməyə. Məhsullarımızı axırıncı dənəsinə kimi qəbul elədilər. Daha bizə həvəs verdilər, stimul verdilər bu işdə. Növbəti illərdə biz başladıq təsərrüfatımızı artırmağa. Azərsun Holdingdən əməkdaşlıq eləyəndən sonra bizim çox problemlərimiz həll oldu. Yəni, istər texnika tərəfdən, istər illik gübrə, becərmə gübrələri bizə yardım elədilər. Əlbəttə, şirkətin bizə göstərdiyi dəstəkdən sonra ümumi yaşayış səviyyəsi, cəmaət bizdən əlavə də əkənlər var. Onlar da öz məhsullarını şirkətə təqdim edirlər. Ümumi vəziyyət təsərrüfatda, əkinçilikdə demək olar ki, tam dəyişdi. Hər şey yaxşıya doğru getdi. Gələcəkdə inşallah şirkətin bizə göstərdiyi dəstəklə təsərrüfatımızı daha genişləndirəcəyik. Texnika cəhətdən şirkət bizə köməklik göstərir və göstərəcək. Həm də istəyərdik ki, işçi qüvvəsi burada çox olsun, işləsinlər cəmaət, evlərinə çörək qazansınlar və biz də bilək ki, cəmaata bir dəstəyimiz, köməyimiz keçir buradan. İnşallah daha çox təsərrüfatımızı genişləndirib, əkinimizi daha çeşidli eləyəcəyik.